Bir imkan verin de bu yazılar bir imkan verir. Gülxanım yazırlar Sabunçu filialımızdan hamısı sənə yazır ki Gülxanım gəlib Sabunçu filialında işləsin. Sabunçu filialında işləmək istəyirsənmi? Hə? Orada işləmək istəyirsən? Dəqiq. Hə. Hara desəz nə orada işləyir. Hə, problem deyil. Pustu edə belə deyirəm. Dostlar, ekran tıkını dayandırmayaq zəhmət olmasın. Sabunçu filialına gəlsin, hə? Və Sabunçu filialına göndərərəm onu. Geçsin orada işləsin. Gülxanım, burada sənə dəstək olan qızlar da var, ha, bilirsən onu. Sənə dəstəkləyənlər də var. Dəstəkləyənlər də, dəstəkləməyənlər də sağ olsunlar. Yaxşı yazanlar da, pis yazanlar da. İndi bundan sonra insan oldu. Pis yazan elə yazacaq, onsuz da onu yəni durdurmaq olmaz ki, yazsın. Bəli. Şubalarımız var ama kampanyamız devam ediyor. Kenan hoş geldin. Ay Kenan. Bəli. Şahla xanım, bəli, yazıqdır. Bəli. Bir insanı ki uçurumdan çıxarmaq hər adamın başı üçün deyil. Orada söyməklə deyil. Bir insanı ki uçurumdan çıxarmaq hər adamın başı üçün deyil. Burada danışmaq boş-boş yazmaqla deyil. Bəlkə doğma uşaqlarınıza belə bu qoyduğu gün ərzində faydanız dəymir sizin. And ol Allaha. Valla. Bir insanı ki uçurumdan çıxarmaq, bir insana ki iş vermək, pis yoldan çəkmək hər adamın başı üçün deyil. Ona ürək lazımdır. Oturub burada bir dənə söz yazmaqla deyil. Burada elə oğlanlar burada yorumlar yazırlar ona buna. And ol Allah, onların bacıları axşam saat 6-da gəlir evə. Siz onu bilirsiniz? Hə? Mən şəxsən tanıyıram. And ol Allaha. Bu qadını görürsünüz, bundan da betərdir. Bu yenə gedib birindən olub, ikisindən kişi aldadı bunu. Onlar gecə başqa-başqa, fərqli-fərqli insanlarla. Günə bəlkə bir 10 dənə ilə. Qaqaşlar saat 3-də gəlir, onlar saat 4-ün yarısı çıxır. Belələri də var. Oturub burada ona buna ağıl verməklə deyir. Əsas odur ki, mərhəmətli, vicdanlı ol, insan səhvini anlasın və düzgün yola geçsin, ondan sonra səhvini anlasın, bir də səhv eləməsin. Səhvsiz insan var, həyat davam edirsə səhv də var da. Amma ağlı olsun, bundan sonra eləməsin də. Onsan bu dəqiqə indi normal adam tapmır, adam kimləsə münasibət qursun. Ya münasibət qurduğun insan səni yarı yolda qoyur, ya da doğuzdurur, aparır səni ora atır, ya da ki səni pis vəziyyətə qoyub ölkədən qaçır. İndi bu dəqiqə belənçi nədir? Başa düşdün? Ya da ki 5 gün səni tanıyandan sonra 10.000 bankdan pul götürür sənin adıva, sənin adıva dostluq edir, sənin adıva pul götürür. O qədər mənim başıma da gəlib. Sənin adıva sənə elə bir zərbə vurur, ömür boyu tapmırsan bu insanı. İndi bu dəqiqə belənçi nədir? Ya sizin həyatınızda olmayıb belə insanlar. Doğuludur. And ol Allah'ım, mənim öz başıma gəlib yüzlərlə belə şeylər. Saflığımdan, vicdanlı olmağımdan, insaflı olmağımdan, ürəyimin təmizliyindən, o qədər bayan zərbələr vururlar, and ol Allaha. Bu dəqiqə hələ öyle qohumlar da var onların içində. Bütün günü onların bu kreditini ödəyirəm, o krediti biri xaladini götürüb, biri mənim adıma, nə bileyim 8.000 pul ödəyib götürüb. Allah haqqı bütün günü onun bunun pulunu ödəyirəm mən. And ol Allaha deyirəm. Qur'ana and olsun. Kim də məni 5 gün tanıyandan sonra böyük məbləğ məndən pul istəyir, ha? Kim? Çox qələt edib. Kimdir mən söyləyən?
Əcəb eləmişəm. Və onun ən aşağısı 70 yaşı var, onun qırmızı pamadasına bax. Bu dəqiqə onu bu dəqiqə versən 20 yaşında oğlan yuxarı seçməz. Kızım belki de 70 yaş, 80 yaşında qadın niyə qırmızı pamada sürsün? Allah bir hayatında belki Demək ki, qımışır. 20 tane adam olur. Rica Orxan, xoş gəldin. Kalancı gülür səni. Allah hamd olsun. Vallahi mən bu dəqiqə bu son dönəmlərdə and ol Allaha, bilirsən də mən televiziyada oturanda da mən sözümü deyirəm. Bu son dönəmlərdə mən o qədər gənclərə şükür edirəm. And ol Allaha. Bu dükandayanda yüzlərlə simalar, sifətlər görürəm. Mən bu gənclərə şükür edirəm. 60'ı o yana keçənlərə deyirəm, ay Allah. Ona görə niyə bu ölümlər cavanlaşıb? Niyə bu ölümlər cavanlaşıb? Qocalar arsızlaşıb ona görə. Əzrail də gəlir bu cavanların başını yiyir bütün günü. Görür arsız adamdır da həyatını yaşayır. Ona görə bir bu cavanları dartır, aparır o yana. Çok sağ olun, siz necəsiniz? Sağ olun, siz necəsiniz? İnşallah ekranları paylaşaq zəhmət olmasa. Ay Allah. Gülü yazır ki bu insanları qəlbləri milənib. Allah saxlasın, maşallah, böyümlüsü də oxuyur. Ay maşallah olsun. İnşallah telefonlarımız da artıq sönür. Paylaşımlar olmalıdır. Yenidən yenə girəcəyik. Bir dənə paylaşım edəyək. Ay Allah, ölürəm. Ay Allah. Ay bu nədir? Ay dəhşət. Hadi. Nəhət olsun. Nə deyirlər? Gül xanım, sən bir söz deyim. Düzdür, sən elədiklərin də sən buradakilər var ha. Burada yazırlar, nə yazırlar bilmirəm. İstir buradakı insanlar olsun, istir mən olub, istir buradakı işçilər olsun. Sən səhvi bizə qarşı eləməmsən. Sən səhvi öz ailəvə qarşı, öz uşaqlarına qarşı eləmişsən. Nə bizə qələt eləmənə qalmayıb, nə bəzilərinə, düzdürmü? O sənin həyatın olub, səhv eləmişsən öz ailəvə qarşı. Bundan sonra səhvini düzəlt. Orada nə yazırlar mənə heç maraqlı deyil. Bundan sonra burada olanları, başıma gələnlərdən sonra nəticə çıxar, öz düz həyatını yaşa. Heç kimi həyatda güvənmir. Başa düşdün? Başı bir aşağı, qulaq az, başı bir aşağı puluvu qazan. Puluvu qazan. Mən də sənə dəstəyim. Puluvu qazan və düz yolundan get. Sənə qıraqdan, bucaqdan deyilən sözlərə vidmaniyə vermə. Həyatını yaşa, uşaqların üçün yaşa, uşaqlarını nəsə pul yox, uşaqların üçün şeylə. Bundan sonra burada yazılanlar mənə maraqlı deyil. Ümumiyyətlə, sosial şəbəkədə yaxşı yazanların əllərindən öpürəm. Pis yazanlar mənə heç ümumiyyətlə tanımıram kimlərdir onlar. Sözü düzü deyən gəlib adamın üzünə deyər. Mən maraqlı deyil orada kim səni söydü, məni söydü. Olsa ölkədə tanınırsansa negativ şeylər də olmalıdır. O normal bir şeydir. Ya sosial şəbəkədə tanınma, git otur evində, telefon işlətmə, heç kim də səni tanımasın. Tanınırsansa belə şeylər də olmalıdır. Bu heç. Sən səhvlərindən nəticə çıxar. Bu həyatda heç kimə güvənmə. Birinci səni aldatdı, heç. Ayrıldı. İkinci səni yarı yolda qoydu. Bu da heç. Amma bundan sonra səhv eləmə də. Başa düşdün nə deyirəm mən sənə? Heç kimə güvənmə. Deyirəm ki, mən səni özümü qoyuram sənin yerinə. 3 dənə hadisə başıma gəlib. Dördüncüsü bir insan gəlir mənə yaxınlaşır. Deyir ki, ha belə-belədir. Mən ondan sonra inanmıram və ona rədd cavab verirəm. Başa düşdün? Biləm ki, dördüncü də ondan olacaq. Bundan sonra səhvlərimi düzəl. İnşallah öpürük sizi. Allah'a emanet qalın.
Niye olmur ay xanım? Başa düşmədim. Niye olmur ki? Niye düzəlməyəcək? Siz həyatınızda suxortalısınız. Siz kimisə söyə bilmərsiniz. Sizin uşaqlarınız var, qardaşınız var. Allah sizi götürür, elə yerə çırpar ki, Gülxanım sizin yanınızda şükürlü olar ha. Allah sizin ağlınızı əlinizdən alar. Allah sizi bəlaya salar. Heç kimə mənəm deməyin. Mən özüm qələt eləyərəm. Deyərəm ki, məni hansısa bir hadisə gözləməz. Həyatımdan suxortalıyam mən. Sana elə yerdən gəlib Allah sizin qabağınıza çıxardar. And ol Allah, bunun hadisələri sizin yanınızda şükürlü olar. Eləmin elə şeylər. Cəmaatı söyməyin, cəmaata ilişməyin. Dəstək ola bilirsiniz, dəstək olun. Bir insanı uçurumdan çıxardın. Ola bilmirsiniz, sizin maraqlamayın. Sizin qohumunuz deyil, sizin bacınız deyil. Qardaşınızın arvadı deyil, onun dərdini çəkirsiniz. Mesela bu orada kişiler yazırlar. Ha. Ben onların qeyrəti deyirəm ki, gedin mən pisəm, özüm bilirəm. Siz gedin öz qeyrətinizi çəkin. Siz yaxşı olasınız, mən beləyəm. Mən sərf eləmişəm və sərfimi də başa düşmüşəm. Çalışacağım ki, düz yolda olum. Və çalışıram ki, bu bataqlıqdan çıxım, Allah'ımı onu da eləyirəm ki, məni bu bataqlıqdan çıxar. Və bunu şükür edirəm ki, o gün olsun və Allah'ıma şükür edirəm ki, mən bu Qulaq as, indi o zülmətdən çıxa qeyrətsiz bilirəm. deyirsən, nə desən onların bacısı zadı deyirəm. Onlar öz bacılarını görmürlər ki. Ancaq özgələrini görürlər. Mənim qeyrətim yoxdur, mənim qeyrətimi çəkən yoxdur. Siz mənim qeyrətimi çəkmək sizə qalır. Sizə qalmıyor. Düzdür, salam, xoş Sizə gəlmişsiniz. qalmıyor baxın. Tək sizin ailəvisiz öz qeyrətinizdə Allah'ınıza şükür edin. Mən yəsizəmdir, mənim qeyrətimi çəkən yoxdur. Neyse, uşaqlar sağollaşırıq sizdən, amma birazdan dönəcəyik. Səhifələri takibə salın. Birazdan dönəcəyik, yaxşı. Birazdan dönəcəyik. Bunu harada zərəskəyə qoyaq? Adaptorları gətirməmsən. Öz adaptorunu da gətirməmsən. Gör paylaşımların vaxtıysa, bax bir dənə. Öpürəm sizi ürəyim. Allah'a emanet kalın.